Aprelin 9-na gözlənilən hava şəraiti ilə bağlı ən son məlumatlar açıqlanıb və sabahki hava proqnozu bir çox insan üçün maraqlı olacaq. Xüsusilə paytaxt sakinləri və bölgələrdə yaşayanlar üçün bu məlumatlar gündəlik planlarını qurmaq baxımından olduqca önəmlidir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə aprelin 9-da Bakı və Abşeron yarımadası ərazisində hava şəraitinin dəyişkən buludlu keçəcəyi gözlənilir. Gün ərzində hava əsasən yağmursuz olacaq. Lakin bəzi vaxtlar buludluluğun artacağı və günəşin arabir gizlənəcəyi ehtimal olunur. Bu isə gün ərzində həm açıq hava, həm də bir qədər tutqun səma şəraitinin müşahidə olunacağı deməkdir. Gecə saatlarına doğru isə hava şəraitində müəyyən dəyişikliklər baş verə bilər. Belə ki, bəzi ərazilərdə qısa müddətli yağışın yağacağı ehtimal olunur. Bu səbəbdən axşam saatlarında çölə çıxmağı planlaşdıran şəxslərin ehtiyatlı olmaları, mümkün yağışa qarşı hazırlıqlı davranmaları tövsiyə edilir. Küləyin istiqamətinə gəldikdə isə günün əvvəlində şimal-şərq küləyi üstünlük təşkil edəcək. Günorta və axşam saatlarına doğru isə küləyin istiqaməti dəyişərək mülayim şimal-qərb küləyi də əvəz olunacaq. Bu dəyişiklik bəzi insanlar tərəfindən hiss oluna bilər. Xüsusilə açıq ərazilərdə olanlar üçün temperatur göstəricilərinə nəzər saldıqda gecə saatlarında havanın temperaturu 8-10 dərəcə isti arasında dəyişəcək. Gün ərzində isə temperatur 14-17 dərəcə isti səviyyəsinə yüksələcək. Bu da ümumilikdə mülayim yaz havasının hökm sürəcəyini göstərir. Atmosfer təzyiqi gün ərzində artaraq 757 mm civə sütunundan 762 mm civə sütununa qədər yüksələcək. Nisbi rütubət isə 60-70% civarında olacaq ki, bu da havada müəyyən qədər nəmliliyin hiss olunacağı deməkdir. Regionlara gəldikdə isə Azərbaycan ərazisinin bəzi şimal və qərb rayonlarında hava şəraitinin daha dəyişkən keçəcəyi gözlənilir. Bu bölgələrdə arabir yağıntılar müşahidə olunacaq. Bəzi ərazilərdə yağıntının qısa müddətli intensivləşməsi, şimşək çaxması və hətta dolu düşməsi ehtimalı var. Dağlıq ərazilərdə isə gecə saatlarında qar yağacağı istisna edilmir. Axşam saatlarına doğru yağıntıların tədricən kəsiləcəyi proqnozlaşdırılır. Bununla yanaşı bəzi yerlərdə dumanın əmələ gəlməsi də mümkündür ki, bu da xüsusilə sürücülər üçün diqqətli olmağı zəruridir. Qərb küləyi bəzi bölgələrdə arabir güclənə bilər. Bölgələr üzrə temperatur göstəricilərinə gəlincə gecə saatlarında 6-11 dərəcə isti, gündüz isə 14-18 dərəcə isti gözlənilir. Dağlıq ərazilərdə isə temperatur bir qədər aşağı olacaq. Gecə 3-8 dərəcə isti, gündüz isə 8-3 dərəcə isti civarında dəyişəcək. Ümumilikdə aprelin 9-da hava şəraiti yaz fəslinə uyğun olaraq dəyişkən və bəzi ərazilərdə yağıntılı keçəcək. Paytaxtda daha sabit hava müşahidə olunsa da, bölgələrdə yaşayanların hava dəyişikliklərinə qarşı diqqətli olmaları tövsiyə olunur. Bu cür gündəlik hava proqnozlarını izləmək həm sağlamlıq, həm də gündəlik fəaliyyətlərin düzgün planlaşdırılması baxımından olduqca vacibdir. Sabahki hava şəraitini nəzərə alaraq gününüzü daha səmərəli təşkil edə bilərsiniz.